Değerli dinleyiciler, məlum olduğu kimi ordumuzun vətən müharibəsində əldə etdiyi zəfərə baxmayaraq, ordu quruculuğu istiqamətində atılan məqsədyönlü addımlar dayandırılmadı. Əksinə, ölkə başçısının bu sahəyə diqqət və qayğısı sayəsində texniki təchizatı və döyüş qabiliyyəti daha da gücləndirildi. Şanlı zəfərlə yaddaşlara həkk olunan 2-ci Qarabağ müharibəsi Azərbaycan ordusunun yüksək döyüş hazırlığının, peşəkar idarəetmə sisteminin və güclü maddi-texniki təminatının real nəticəsini bütün dünyaya nümayiş etdirdi. Müharibə günlərində aydın şəkildə göründü ki, ordumuz ən müasir silah və texnikalarla təchiz olunmaqla yanaşı, istənilən döyüş tapşırığını dəqiq və qətiyyətlə yerinə yetirə bilən hazırlıqlı komandir heyətinə, vətən uğrunda canından keçməyə hazır igid əskərlərə malikdir. Cəmi 44 gün ərzində düşmən üzərində qazanılan tarixi qələbə təsadüfi deyil. Uzun illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasətinin dövlət səviyyəsində silahlı qüvvələrə göstərilən davamlı diqqət və qayğının məntiqi nəticəsi idi. Dünya hərb tarixində xüsusi yer tutan bu zəfər, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla davam etdirilməsi, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl hərbi islahatların parlaq təcəssümünə çevrildi. Dünya hərb tarixində xüsusi yer tutan bu zəfər, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla davam etdirilməsi, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl hərbi islahatların parlaq təcəssümünə çevrildi. Bu gün də Azərbaycan ordusunun gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər ordumuzun gələcəkdə də regionun ən güclü hərbi qüvvələrindən biri kimi inkişafını təmin edir.